Salam aleyküm uşaqlar. Necəsiniz, nə var, nə yox? Ev tapşırığı ilə bağlı video çəkirəm. Müəllimlə də danışdım. Bəziləri bu DSMF-nin 3%-in səhv başa düşər. Bilirəm, düşüb. Çoxsuz başa düşüb. Nə demək istəyirəm, onu deyəcəm sizə. Burada dərsdə bu 6 manat var idi, bu 6 manat. Hamı elə bilir ki, yəni bu 6 manat burada olmalıdır. Bu 6 manat bura hardan gəldi uşaqlar? Necə oldu bu 6 manat gəldi bura? Bu 6 manat da yaza bilərik. Onsuz da düstur bunu həll eləyir. Çünki if-də 3% da vuracaq. Bu əvəz edir. Amma bu 6% bura hardan gəldi? Mən indi o izah edəcəm sizə. Çox maraqlı dərsdir. Həm çox vacib, önəmli, həm də ki, çox maraqlı dərsdir. Keçirəm, burada elə hazırını qurmuşam. Keçin düzə. Əvvəl 300 manat əmək haqqıdır, dərs günləri. Gəldiyi dərs, yəni dərsdə olduğu günlər. İndi hesabı çıxartırıq. Bərabərdir. Əmək haqqını uşaqlar bölürük dərs gününə, vururuq gəldiyi dərsdə olduğu günə. 272 manat 73 qəpik uşaqlar. Hamısında görünsün. Bax, Kənan dərsdən qalmayıb 300 manat alır. İndi bizdə də rəhbərlikdən belə bir şey gəlib ki, təyinat. 200 manatdan çox alanlarda 10% tutulsun. 200 manatdan çox alanlara 10% tutulsun. 200 manatdan az olanlara 3% elə köhnə. DSMF-nin 3% olsun. Deməli, bunun üçün biz nə etməliyik? İndi o 6 manat ora hardan gəldi, sizə o başa salacağım. Başa salmaq üçün, yəni bu onsuz da düstur bunu həll eləyir. Ancaq ora o hardan gəldi, o deyəcəm sizə. Xana açıram buradan. Uşaqlar. Bərabər qoyuram. Hesablanmış vurmaq 3%-ə. 3%. Görürsünüz 8 manat 18 qəpik. Bax o 6 plus 6 var idi ha uşaqlar. O budur. İndi nə demək istəyirəm başa saldım sizə. Xananı böyüdüm. Daha aydın görün. Bərabər atıram bura. Mötərizəni açdım. Xananı seçirəm. Çıxmaq 200. Xanan mötərizəni bağlayıram. Vurmaq 10%-ə. Uşaqlar. Plus müəllim bayaqları 6 manat yazmışdı ha. Həmin o 6 manat müəllim onu şifahi yazmışdı. Çünki burada 200 manat var idi. DSMF-nin 200 manatı 3%-dən 6 manat edir. Amma bax burada bu 6 manat deyil. Onsuz da bunu düstur özü həll edir daha. Bu 6 manat ora hardan gəlir onu demək istəyirəm. Bayaqda orada da arxada oturan qız da xanım da dedi ki, bu 6 manat ora hardan gəlir. O 6 manat bu 6 manatdır. 8 manat 18 qəpik. Bu xananı işarətləyirəm. Ya bura bu xananı yaza bilərəm, ya da belə də vura bilərəm. Xananı işarətləyə də bilərəm. Amma əslində bu burada olmamalıdır. Onsuz da düstur bunu həll eləyir. Mən başa salmaq üçün bunu dedim. Vurdum. Yox, mən bura faiz plus bu. Vurdum. Bura faiz qoymamışam da mən. Bura faiz qoymamışam. Ona görə səhv aldı. Belə. 15 manat 45 qəpik. İndi mənə lazımdır ki 200-dən çox olanlara tutsun da faiz.
Ben bunu kopyalayıram, götürürəm də bunu. Kopyaladım, bunu sildim. Yuxarıdan ipi görürsünüz, beraber koymuşam, ip burada gözləyir. Açıram, xananı yazıram, H6 böyükdür, bərabərdir 200. Çünki 200'dən yuxarı olanlarda tutulsun da uşaqlar, o mənə bilirəm. Bax, böyükdür, görürsünüz, 200'dən yüksək olanlar. Onu da ardıcan 200'dən kiçik olanlar. Bayaqlar yazmışdım da düzdür. Bu. 200'dən az olanlar. Bayaqları bu DSMF-nin 3% var idi uşaqlar, DSMF. O da buradan yazıram ki, əgər pul 200 manatdan az olsa, elə DSMF-nin 3% tutulsun. Xananı oxuduram, vururam 3%. Əgər 200'dən az olsa, uşaqlar, 200'dən az olsa, bu gəlsin. 3% tutulsun, 10% deyil. Baxın uşaqlar. Düstur budur. Gördünüz. Bax, indi varacam. Bax, buradan tutulmadı, gördünüz uşaqlar. Çünki bu 109 manat alır. Yəni o bayaqçı o 6 manat, o müəllimin dediyi o 6 plus 6, bax bu plus 6'dır. Onsuz da düstur onu həll eləyir uşaqlar. Baxın, bax burada bu düstur onu həll eləyir. Onsuz da bunu 3%-a vurur. Başa düşməyən yazıb mən də başa salaram onu. Bu da başa düşməyə heç çünki videoyla göstərirəm. Yəni bu əslində bu xana burada olmamalıdır. Mən sizə o altının hardan gəldiyini göstərirəm. Bunun da arxası isə işsizlər sigortası 1%. Yəqin ki, bunu bilirsiniz. Bunu da buna vuracam. Vuracam 1%-ə. Vurdum. 2 manat 73 qəpik. Bunu da çəkdim belə. 1%-də bunu vurdum. Xananı oxutdurdum. Vurmaq 1%. Cəmi tutar. Bunu belə işarətləyək, oto sumda vura bilərəm. Belə sumla da yazıb hesablaya bilərəm uşaqlar. Buradan tutar vuracam belə. Yox, xananın biri qaldı. Hamısını işarətləyə bilmədim. Keçirəm bir başqa xanəyə. Tabi bastım, tuttum buradan belə işarətlədim. 20 manat 91 qəpik, gördük uşaqlar. Hamısını hesabladım, görürsünüz. Bax, 200'dən çox olanlara çox hesablayır. Sonra indi bunların hamısını bundan çıxacağım, bərabərdir. Bu çıxmaq bu xana bərabərdir. Görürsünüz, 251 manat köçürülən məbləğ. 251 manat 82 qəpik. Baxın, tutulmayıb, bunlardan 10% tutulmayıb. Amiddən tutulmayıb, sonra Qurbanovdan tutulmayıb, bir də Mədəd Salmanovdan da tutulmayıb. Çünki
200 manatdan azdır uşaqlar. Bu qədər. Sağ olun, Allah köməyiniz olsun.